Biz bugün qərar verdik ki, podkast çəkək. Biz kimi birinci bundan başlayaq. Əslində çox spontan olaraq oldu ki, belə bir fikrə gəldik ki, nələrdənsə danışa bilərik. Bəlkə kimin üçünsə maraqlı olar, izləyər və əlbəttə ki, geri dönüşləri də ala bilərik. Bizim üçün də maraqlıdır, çünki biz izləyənlərin fikri. Mən Əliyev Ölkər, sənətçi, sənətşünas, kurator. Mən Amin Əsgərov, ya da Amində qalır, sənətçiyəm. Azərbaycanda yaşayıram və Azərbaycanda fəaliyyət göstərirəm. Bugün burada olmaq xoşdur və inanıram ki, çox əla söhbət olacaq. Bəli. İlk belədir. Bu əslində bəlkə də bir silsilə kimi davam eləyə bilər. Bu bizim, yəni bu komanda ilə mənim şəxsən ilk təcrübəm olacaq bir növ. Və ilk mövzu olaraq belə konkret mövzu adı demədik, amma nələrdən danışa bilərik? İncəsənətdə ilhamlanmaq, referans götürmək, yəni hansısa mənbədən istifadə etmək və yaxud da bəlkə söhbətimiz biraz gedə bilər mədəni mənimsəmə mövzusuna. Aminin danışmaq istədiyi nələrsə var bu mövzular ətrafında daha sonra. Yəni başlayacağıq, görək söhbət bizi hara aparır. Amma sadəcə olaraq bu fikir necə yarandı deyə də bəlkə sual doğurula bilər. Belə başa düşdük ki, əslində bu haqqda düzdür, təbii ki, danışılıb və ümumiyyətlə internetə müraciət etsək və yaxud da kitablara müraciət etsək, bu mövzu təbii ki var, amma ki sırf bizim tərəfdən bu mövzuya toxunmaq. Toxunur və sırf sanki buna ehtiyac varmış kimi bir təsirat yarandı ki, yəni bunları ayırmaq. Çünki ilhamlanmaq və yaxud da mənbədən götürmək bəzən o faizin aşanda artıq bu başqa bir yerə gedir, çıxır. Bu da yaxşı qarşılanmır. Yəni onu edən sənətçi üçün də yaxşı bir hal deyil. Onda gəl istəyirsən belə sual kimi atım ortaya və biz başlayaq artıq danışmağa. Ümumiyyətlə, mən suallar hazırlamışdım. İlham almaq və belə deyəcəm, kopyalamaq arasında bir sərhəd qoymalı olsaq. Bu sərhəd hardadır, necədir? Sən nə düşünürsən bu barədə? Və bir də ki, sən özün də sənətçi olaraq, təbii ki, hər bir sənətçi ilham alır. Sən nələrdən ilham alırsan? Sonra istəyirəm bu suala bəlkə mən özüm cavab verə bilərəm. Bu cür. Birincisi başlayım, mən nələrdən ilham alıram. Mən gündəlik olaraq, yəni çalışıram hər şeydən ilham alım. Yəni mənim tərzim psixodelik sayılır deyə mən psixodelik musiqi, psixodelik film, yəni istənilən psixodelik. Yəni obraz açarsan da zəhmət. Yəni psixodelik nədir tam olaraq? Çox belə 60-cı, 70-ci illərin ortasında yaranan bir janrdır. Daha çox rock janrında bu ortaya çıxır. Yəni mənim demək olar ilk, yəni rastlaşdığım janr idi ki, yəni psixodelik mən ilk dinləyəndə, yəni mənim üçün çox sehirli gəlmişdi. Dedim, wow. Yəni hal-hazırda indi belə, yəni bura gələndə belə qulaq asdığım Alien Soundtracks, Death Grips, yəni hal-hazırda belə düzdür, indi qayıdıblar Death Grips. Yəni onların musiqisinə qulaq asanda mənim üçün çox sehirli idi də o adamlar ki, yəni nələr eləyirlər. Mənim üçün məsələn Gaspar Noé'nun özü, yəni onun filmlərini izləyəndə çox böyük belə fikir yaratmışdı da məndəki, yəni bu adam nələr eləyir. Yodorovskinin özü, yəni Leandro Yodorovskinin The Holy Mountain filmi, yəni ilk izləyəndə çox belə ilham alırmışdım ondan ki, mənə çox təsir eləmişdi. Keçsək ilham almaqla kopyalamaq məsələsinə. İlham almaq, yəni belə səthi izah eləsəm, bir rəssamın və yaxud hansısa sənətçinin işinə baxırsan və oradakı duyğu sənin üçün böyük ilham olur və sən artıq öz tərzinə, öz üslubuna və öz necə deyim, təcrübənə dayanaraq hansısa vahid bir şeyi yaradırsan. Amma kopyalamaq isə belə deyil. Kopyalamaq sən tamamilə mövcud bir əsəri götürürsən və onun üstünə heç bir əlavələrin olmur və tamamilə necə varsa elə də ortaya çıxarırsan, hansı ki mənim əsərim kimi, yəni elə bir şey də olmur. Mənim üçün kopyalamaq budur. Kopyalamaqla bağlı tarixdə çox incəsənət tarixində bunlardan daha danışa bilərik. Roy Lichtenstein'in məsələn özünün çox kopyaladığı əsər var, Vam, səhv eləmirəmsə Hopeless əsəri filan. Yəni bununla bağlı film də var idi. Roy Lichtenstein Art of Appropriation filmi var, sənətli filmi var. Tövsiyə edirəm, ona da baxsınlar. Yəni tarixdə çoxdur da belə şeylər ki, oğurlamaq deyəcəm buna, çünki kopyalamaq tamam ayrı şeydir də. Demək olar eyni şeydir, amma nəysə. Yəni belə şeylər var. Əslində kopyalamaqla da oğurlamaq
Bizim artıq ayrılır. Ki o da artıq ayrı-ayrı məfhumlardır. 100% tamamilə. O şey yadıma düşdü, Big Eyes filmi var. Mən də filmdən nümunə gətirdim. Orada məsəl üçün necə o rəssam həyat yoldaşının da, yəni xanımın işlərini öz imzası ilə satır eləyir. Bu artıq bilavasitə kopyalamaq belə deyil, oğurlamaq məsələn. Eyni matxanada oturub ondan baxıb çəkə də bilərdi, amma 100%. Yəni mənim fikirlərim belədir ki, kopyalamaq doğru bir şey deyil. Ancaq yəni bu halda məsələn yeni başlayırsansa, məncə birinci yəni yeni başlayan sənətçilər çalışmalıdır ki, öz üslubunu yaratsın. Bu haqda onsuz da danışacağıq, necə olacaq bu proses, yeni sənətçilər nə cür öz tərzini yaradacaq və s. Amma mən belə düşünürəm ki, mən də sənin dediklərindən biraz sənin dediklərini əlbəttə qəbul edərək biraz başqa nöqtəyə yanaşmaq istəyirəm. Burada biraz o təhsil prosesi məsələsi var. Kopyalamaq olur əslində necə? Mən sizin akademiyanı bitirmişəm, düzsənətşünaslığı bitirmişəm, amma orada praktiki yönümlü, yəni rəngkarlıq, heykəltaraşlıq bu kimi sahələrdə oxuyan və ümumiyyətlə tək akademiyada olmasın, nə deyək ki, hansısa bir rəssamlıq kursuna gedirsiniz. Bu yöndə təhsil alanda necə bir proses ola bilər? Sən hansısa bir masterların əsərlərini kopyalaya bilirsən. Məsələn, barokko dövründən, məsələn, Rənesans dövründən, yəni akademik və yaxud da 19-cu əsr rus rəssamlarının işləri akademizm öyrənmək istəyən insanlar üçün çox yaxşı bir bazadır. Sən bunu kopyalayırsan, məsələn, Şişkini, nə bilim, Rembrandtı və yaxud da hansısa bir başqa rəssamı kopyalayırsan, bu təbii ki, sən əsərin deyil də, sən onu kopyalamısan. Sadəcə sən bunu öyrənirsən ki, orada işıq kölgəni necə eləyir, o dövrdə məsələn, atıram, Caravaggio'da zirzəmi işığı da onu necə verib, anatomiya nədir, bu kimi məsələlər və sən bazanı öyrənirsən, çox təəssüf ki, prosta mən o sözləri çox istifadə edirəm. Çox təəssüf ki, bəzən şey olur da, yəni öyrənirik o qayda qanunları, oradan çıxa bilmirik. Orada əslində biraz təkan lazımdır. Biraz insan özünə gəlməlidir, sənətçi özünə gəlməlidir ki, mən bunları bildim, mən indi nə etmək istəyirəm. Və sən dediyin o yeni başlayan, artıq yeni də sayılmır, müəyyən müddətli var da, başlayan sənətçi nə etməlidir? Amma yəni onu demək istəyirdim ki, o çərçivədə qalanda artıq biraz problem olur. Təbii ki, bu ənənəvi işləyən rəssamlar üçün biraz aiddir də. Yəni ənənəvi dediyim odur ki, kətan, nə bilim, boyalarla falan. Mən konseptual artistlərdən danışmıram da. Və sən dediyin kimi artıq o müəyyən bir deyək ki, öyrənmə prosesini keçəndən sonra artıq nə edə bilər? Artıq buna bilmirəm, bu sözdən də artıq olmuşam, özünə məxsus dəsti xəttisi. Yəni özü olmaqda, özü olmaq və ümumiyyətlə məncə incəsənətdə ən önəmli şey səmimi olmaqdır və o səmimiyyəti də bəlkə də o ilham aldığın mənbələr nədir, orada tapa bilərsən. Səni nə ilhamlandırır? Məsələn, sən bir sıra rejissorların, filmlərin və bir üslubun adını çəkdin, musiqinin adını çəkdin ki, bu səni ilhamlandırır. Sən baxırsan, oradakı bir kadr, bir rəng səni ilhamlandırır və deyirsən ki, mən də əsərimdə bunu eləmək istəyirəm. Məndə də yəni o elə bir şeydir təqribən olub ki, oxuduğum bir əsərdən, dinlədiyim bir musiqidən hadisələr də ola bilər. Və ora gəlirdim. Bəzən oturursan evdə və bir şeyə baxırsan, deyirsən ki, bu mənim illərdir gözümün qabağında olan əşya, əslində necə. Yəni biraz o, bilmirəm, bu cümlə biraz yekəxana kimi çıxır, bəlkə də sənətçi kimi düşünmək məsələsi, şuurdurmu, şuursuzluqmu, onu da bilmirəm. Biz hətta dünən məsələn Faiq bəylə də danışanda, yəni sənətçilər məsələn, sənətçilərin məncə müsbət tərəfi budur ki, müşahidə eləyə bilirlər. Yəni müşahidə eləyirlər. Yəni kənardan məncə ümumiyyətlə sənətçilər çalışmalıdır ki, müşahidəni daha çox artırsınlar, kənara daha çox baxsınlar. Yəni nə bilim, ilham ala biləcəyi onlar üçün nə varsa onu eləsinlər. Çünki o qədər adi bir şey bəzən ilham olur ki, 100%, milyon faiz. Çünki yəni gündəlik həyatda elə şeylər gözümüzdən qaça bilər ki, hansısa bir hadisə ola bilər, söhbət ola bilər. Çünki mənim rastıma çıxır da, yəni mən nə qədər adamla söhbət eləmişəm, özümdən böyüklə, yaşlıyla söhbət eləmişəm, artıq görürəm ki, mən bunu necəsə sənətə çevirə bilirəm və yarada bilirəm orada. Sənə bir söz deyim, sən də özündən böyüklərdən danışdın. Yəni mən uşaqlarla, uzun illərdə uşaqlarla işləyirəm. Mən bəzən uşaqlardan o qədər ilham alıram ki. 100%. O elə olur. Yəni mənim də məsələn bir müddət oldu ki, bizim evdə uşaq qalırdı və mən sevirəm ki, onlarla necəsə ünsiyyət qurum, danışım və onların o sərhədsiz fikirləşməyi, məsələn,
Mənim belə bir Möhtəşəmdir. mən məsələn belə bir şey yaşamışdım. İlk 1-ci sinifdə təsvir incəsənət bunu yazmışdım. Təsvir incəsənət müəllimim bizə o klassik şey var, ev damından tutuşma. Damından tutuşma bizə elə tapşırıq vermişdi. Mən də evi çəhrayı çəkmişdim. Yəni mən çəhrayı çəkdim, gətirdim müəllimə təqdim elədim. O da dedi ki, çəhrayı ev olmur axı. Və mən öz-özümə sual verdim ki, niyə çəhrayı ev olmasın da? Və ikincisində artıq öz tərzimi yaratmağa başladım. O məsələn indi sən uşaq vaxtı. 100%. Çünki mən məsələn elə adamlar görürəm deyir ki, biz bu sənətdə 3 ildir varıq falan. Mən məsələn deyirəm ki, mən 3 yaşımdan varam. Çünki 3 yaşımdan əlimdə qələm var. Maraqlıdır bu. 3 yaşımdan əlimdə qələm var və hər dəfəsində yaradıram. Mənim 3 yaşımdan bu yaşıma qədər mənim ilk əsərim 2021-də paylaşılıb. Və o 3 yaşımdan 2021-ci ilə qədər mən öz tərzimi formalaşdırmışam və düşünürəm ki, mənim tərzim var. Məncə belə olmalıdır. Sən çox yaxşı bir yerə toxundun. Bəlkə də bu kənardan izləyən deyər ki, Amin biraz təkəbbürlü danışır. Mənə amma elə bir enerji gəlmədi. Əslində mən də səndən bəlkə də 2 dəfədir də belə söhbət edirəm. İndi belədir ki, bəlli məsələdir ki, yəni sosial şəbəkələr dövründə yaşayırıq. Bəlkə də biraz daha yaxşıdır ki, biz əsərlərimizi rahat şəkildə orada göstərə bilirik də. Amma bu da bir tərəfdən o ilhamlanmaq problem deyil, amma bəlkə də bir tərəfdən amma oğurlanmaq təhlükəsi ilə də bəlkə bizi qarşı-qarşıya qoyur. Bu məsələyə bir ümumiyyətlə yəni müasir dövrdə incəsənət, sən NFT haqqında danışmaq istəyirəm. Yəni bu mövzulara toxunsaq, sosial şəbəkələr bunu necə deyim? Qabardır, üzə çıxarır məsələn. Çünki mən özümün bir də bilmirəm bu barədə məlumatım var yoxsa yox. Mənim şəxsən özüm üçün çox maraqlıdır. İstərsən paylaşım mənim hashtaglar falan qoyursan və sənə bir də görsən hansısa bir hesabdan mesaj gəlir ki, ay sizin əsərinizi almaq istəyirik, söhbət kriptovalyutaya gedir, NFT-yə gedir və orada bu yaxınlarda danışdıq səndən bunu. Orada biraz 90% şey olur da, yalancı, fake məlumat olur. Elələri olur da. Hə, yəni bu barədə də varsa məlumatı necə qorumaq bundan? Belə bir şey var idi, məsələn, NFT dövrü var idi da, incəsənət dövründə. Məncə çox maraqlı bir dövr idi NFT. Məsələn, o vaxt belə bir şey var idi. Stormtroopers skandal var idi. Deməli, Ben Moore adlı bir kurator var və onların Star Wars konsept əsərlərini icazəsiz satmışdı. Yəni bildiyim belə bir şey baş vermişdi. Yəni ondan əlavə də NFT theft var idi. NFT theft sırf bu mövzuları ki, müəllif hüquqlarını daha çox önə qabardaraq və bu tip hadisələri paylaşırdı, eləyirdi. Yəni məncə belə şeylər olmalıdır. Ən azından biz bilməliyik ki, hansısa bir əsərin orijinalı kimə aiddir və biz həmən sənətçini bəlkə tanımaq istəyə bilərik. Yəni bu tip şeylər ola bilər. Sosial medianın təsirindən danışım. Sosial mediada belədir ki, məsələn biz hansısa bir əsəri görürük sosial mediada, Instagramda, TikTokda və s. Bizim ümumiyyətlə aşağıya qeyd eləməsə də çox xoşumuza gəlir və bu müəyyən qədər müəllifin öz əsərini və müəllifin hüquqlarını bulanıqlaşdırmasına gətirib çıxardır. Çünki necə belə bir şey var da, məsələn əsəri özü paylaşır Instagramında, o əsər silinsə də Google onu avtomatik olaraq silir. Əsərin orijinalını belə. Çünki o Google-un elə bir alqoritması var idi, oxumuşdum. Əsərin originalı da silinir. Əsəri oğurlayan adamın da hesabından. Yəni belə tip şeylər. Amma mənim hesabımda qalsa da Google məsələn sən tutaq ki də sənin misal çəkimində başqası oğurlayır hansısa bir əsəri. Ondan sonra məsələn görür ki, hamı onun üstünə gəlir, sən oğurlamısan. Və onu silir. Onu silir və ondan paraleldə də həmən orijinal əsər də silinir Google-dan. Google-dan silinir, amma mənim sosial hesabımda qala bilər. Aha, qala bilər. Amma məsələn belə bir şey var da, bu platformalar nə qədər tərəfsiz yanaşsa da, tərəfsiz kimi görünsə də, onların əsas alqoritması populyarlığa önəm verməkdir və populyarı önə çıxardır. Və mən əminəm ki, bir dənə də bu mövzuya toxunum. Məsələn, Miyazakini məncə çox adam tanımırdı. Bu ağlıma gəldi mənim. Hə, məsələn, Miyazakini çox adam tanımırdı və bununla belə məsələn incəsənətlə sıfırdan əlaqəsi olmayan adam belə düşünərdi ki, ChatGPT yeni bir şeydir, tərz yaratdı falan. Mən də fotomu belə edirəm. Hə, amma yəni orada
çox ikiyə bölündü də. Yəni 2 dənə qütb yarandı. AI pisləyənlər, hansı ki mən də o tərəfdənəm. Miyazakinin fanatları da var. Yəni mənim ətrafımda da düz mən çox sevirəm, amma Miyazakinin böyük fanatları çıxdı ki, bu doğru deyil. Burada Miyazakinin fanatı olmaq söhbət deyil. Yəni adam kreativ bir iş qoyur. Yəni həm də ki illərini verib, təcrübələrini verib. 100%. Yəni mənim özüm belə qıcıqlanıram ki, bir sənətçinin öz tərzini, öz üslubunu yaratmağı illər alır. Bayaq da danışdığım kimi. Çünki o özlüyündə mütaliə eləyir, fikirləşir. Hansısa bir tərzi yaratmaq, hansısa bir fikri yaratmaq üçün illərlə yarada bilər də, hansısa bir əsəri belə. Yəni çünki elə film ola bilər ki, məsələn Gaspar Noé'nin filmi neçə il sonra işıq üzü görə bilib, Enter the Void. Hansı ki o boyda əziyyətdən sonra. Amma məsələn onun süni intellektində inkişaf eləsə, onu yəni 2 saniyə, nə bilim, hardasa 1 saata hazırlayacaq. Bu da çox yanlış bir şeydir də. Sosial medianın məncə pis tərəfləri də bunlardır. Desəm Miyazakinin özündə biraz Miyazakinin özü sərt bir o süni intellektdə. Miyazaki heç də, yəni Miyazaki məncə çox onun sahibəsi də var. Yəni Miyazaki özü də deyir ki, sən ağrını, bu pisi, məsələn hansısa bir hiss var da, məsələn kədəri hiss eləmədən sən heç nə yarada bilmərsən. Sən gərək onu hiss eləyəsən də. Mənim özüm məsələn bir şey hiss eləməsəm onu necə yaradım? Mən artıq avtomatlaşdırılmış işləyən bir maşın halına çevrilirəm. Bu da yəni doğru bir şey. Sən orada sənətçi deyilsən, sən sadəcə işləyən bir mexaniksən. Yes. İndi belə bir şey deyim. Süni intellektlə bağlı mən onda öz fikrimi bildirim. Əslində bu da çox sual doğurur ki, elə bu müəlliflik hüquqları məsələlərinə, o aradakı bulanıqlaşmaya. Süni intellekt mənim üçün və hal-hazırda, yəni hal-hazırdakı inkişaf mərhələsi kontekstindən danışıram. Yəni 10 il, 15 il sonra nə olacağını heç birimiz bilmirik də. Hal-hazırda bir alətdir də, tooldur, yəni bir alətdir. Yəni necə ki karandaş, fırça. Yəni sənin burada həqiqətən hansı niyyətlə yanaşmağından asılıdır. Bizim indi bayaqdan danışdığımız mövzudan götürsək, yəni mənim çəkdiyim bir əsəri məndən xəbərsiz götürüb eynisini çəkən və yaxud da eynisini digitala rəqəmsalada yəni adaptasiya eləyən insanla süni intellekt vasitəsilə onun eynisini çıxartmaq mənim üçün eynidir. Yəni sən bunu əslində ənənəvi yolla da eləyə bilərsən, süni intellekt yolla da eləyə bilərsən. Burada əgər yəni orada ona görə deyirəm ki, niyyət çox önəmlidir. Sənin niyyətin əgər yenə də özünə məxsus, özündən bir əsər yaratmaqdırsa, süni intellektdən bir alət kimi məncə müəyyən qədər istifadə etmək olar. Amma bu əsərin 90%-ni falan əhatə edəndə yəqin ki, məncə doğru biraz o hiss, emosiya. Yəni ümumilikdə götürəndə hə, mən də o hiss, emosiya məsələsinə qatıla bilərəm müəyyən qədər sənə. Yəni dediyim kimi, həqiqətən də bir əsəri yaradan niyyət önəmlidir. Sənin hansı alətdən istifadə eləməyin, nə qədər çətin, nə qədər asan bir iş ortaya qoymağın, çətin-asan nəyə görə deyirəm. Bu yaxınlarda belə bir söhbət olmuşdu ki, kimsə məsəl üçün günlərlə, həftələrlə bir iş yaradır, kimsə nə bilim bir dənə əsəri, bir dənə obyekti qoyur, olur incə sənət əsəri. Yəni məsələ bu deyil. Məsələ sənin nə qədər çox kəskin, çox iyrənc fikirlər. Yox, doğrudan yəni bir şey, yəni asan əldə asan bir şeyi ortaya çıxardırsansa və bu daha az müddət sərf eləyirsən. 100% yəni sən buna ümumiyyətlə sənət anlayışı çox şeydir də, individual anlayışdır. Yəni biri ona çıxıb bu sənət deyil deyə bilməz. Çünki daha çox bunu görmüşük də. Yəni kimisə eynəyə düşür muzeydə və hamı ona başlayır incəsənət nümunəsi kimi şey. Ən çox misal göstərilən elə odur ki, kimsə nə vaxtsa eynəyin götürüb qalereyaya qoyur. TikTokda da trenddir, nə bilim, modern art X başlayırlar, nə bilim. Bir zamanlar incəsənət belə idi, bir zamanlar elə idi də. O zamanın tələbi o idi. Hətta yəni o stereotipdir. Mən ona qarşıyam ki, artıq dövr dəyişib, sənətçilər artıq daha, çünki dövr çox önəmlidir axı, sənətçi olduğu dövrdə fərqli şeylər düşünə bilər və yaxud da elə sənətçi məsələn mənim özüm, mən olduğum dövrə baxıram, olduğum ölkəyə baxıram. Mən məsələn maraqlı gördüyüm, mənim üçün maraqlı olan, mən nə düşündüyüm önəmlidir də. Yəni burada başqa şeyə ehtiyac yoxdur. Mənim o zamanla bağlı dediyim məsələ yadıma bir şey saldı. Mən bir məqalə yazırdım Çağdaşlar platforması üçün sənət və sənətçi anlayışları haqqında qısa belə bir köşə yazısı kimi bir şeydir və orada başlanğıcım həmişə başlanğıc daha maraqlı olaraq vurucu bir. Dedim nənə, yadıma elə çağdaşçıların təsisçisi Agil Abdullayevin bir sözü gəlmişdi. O bir müsahibəsində deyir ki, sənətçi anlayışı məncə hər 10 ildən bir dəyişir. Mənim çox xoşuma gəlmişdi. Yəni təbii ki, bu bir kəskin bir şey deyil mütləq 10 ildən, amma yəni çox plastik
Necə ki, indi də dəyişir, çox üzr istəyirəm. İndi də yəni AI-ın, başqa alətlərin ortaya çıxmağı. AI-dan sonra nə gələcək? Və yaxud da AI nə qədər inkişaf edəcək? Biz bunu bilmirik. AI çox inkişaf edəcək, amma bilmirəm də AI-dan sonra sənətçi. Mən ümumiyyətlə düşünürəm ki, AI-ın bir dənə yaxşı tərəfi var ki, sənətçilər artıq daha dəyərli olacaq bu halda. Necə? Məsələn, AI-dan istifadə edən sənətçilər olacaq, amma trendə qaçmayan, özü olan və özü kimi olan sənətçilər daha çox burada dəyər görəcək və məncə sənətçi kifayət qədər trendlərin dalınca qaçmalı deyil, özü olmalıdır və öz üslubunda, özünə uyğun, səmimi olmalıdır. Yəni sənin dediyin kimi. Bir də ki, trend əla vasitə ola bilər ki, sən trendə uyğun öz üslubunda nəsə yaradasan, sənin hardasa belə deyək populyarlığına gətirib çıxarda bilər trend. Çünki adı üstündə trend. Bunun üçün yəni yaxşı vasitədir, amma başqa şeylər üçün mən təsəvvür edə bilmirəm ki, sənətçi trendə uyğun iş gördü filan, yəni başqa şeylər. Yəni belə, mən belə düşünürəm. Maraqlıdır. Başqa nəsə danışmaq? Başqa danışmaq olar. Məsələn, bu qədər danışırıq, orijinallıq nədir? Məsələn, orijinal sənətçi. İstədim əslində onu mən sona saxlamışdım ki, belə bir sonda mən hamımıza bir sual, istəsəm Hüseyn də cavab verə bilər bu arada. Kamera arxasında. Çünki bizdə əslində üçüncü bir nəfərimiz də olmadı, təəssüf ki, gələ bilmədi. Heyf, onu da buradan. Səhhəti ilə bağlı problemlər olduğu üçün Aliyənin maşrum. Aliyə də maşrum. Aliyə də maşrum. Mən sona bir sual qoymuşdum ki, individual olaraq orijinallığa bir tərif verməli olsam nə deyərdin? Sən də sonra mən deyim. Sonra sən təbii ki, fikrimi əhatələndirə bilərsən. Əla olar. Mən orijinallığı nədə görürəm? Yəni mənim dinlədiyim musiqiçilər, mənim baxdığım sənətçilərin hamısı, yəni bir dənə onu deyə bilərəm ki, özləridir. Yəni özləri kimi davranır, özləri nə hiss eləyir, onları eləyir. Yəni MF Doom, yəni Def Creeps, yəni Alien Soundtrack, bu adamlar sadəcə nə hiss eləyir, onları yazırlar, nə yaşayırlar, onları sənətə tökürlər. Yəni sənətçi məncə çox belə şərti demirəm, yəni sənətçi belə olmalıdır da, yox, yəni özü kimi olmalıdır, orijinal olmalıdır ki, məsələn mən tutaq ki, gül çəkirəm, gülü olduğu kimi çəkmirəm. Məsələn, mənim üçün gül başqa rəngdədir də, yəni mən dünyanı, gülü başqa rəngdə görürəm və bunu bu cür təsvir edirəm. Orijinallığa mən tərif verməli olsam, yəni özümcə təbii ki, subyektiv fikrimlə, əslində çox uzun bir şey demək istəmirəm, yəni fikirlərimiz eynidir belə baxıram. Məncə də yəni sənətçi sadəcə səmimi olmalıdır. Səni nə maraqlandırırsa, onu çəkməlisən. Şərt deyil üslubun olsun. Eynən, sən bayaq məsəl üçün dedin, gülü, məsələn, gül çəkirsən bazada, yəni o səni, necə deyim, sən onu akademik realistikdə çəksin, əgər sən onu həqiqətən səmimiyyətlə çəksin, məncə o başa düşülür. Mən tələbələrimə həmişə deyirəm ki, o ilkin şeydə başlayanda ki, ştrixləri eləyəndə, tonlamayanda karandaşı çox bərkləsən, deyirəm bərk basma. Sən deyirəm bərk basanda və yaxud da qorxanda fırçadan, sən hiss eləməsən də kənardan işin bitəndən sonra izləyici onu hiss eləyə bilər. Baxan adam həqiqətən hiss eləyir ki, sən onu qorxa-qorxa işte rəngi belə vurur, deyirəm elə vurma, vur geçsin də yəni. İstədiyin kimi, mən ümumiyyətlə bu mənim üçün incəsənətdə o təhsil biraz şeydir, yəni mən düşünürəm ki, incəsənət elə bir şey yox, orada təhsilə ehtiyac yoxdur. Yəni Stanley Kubrick oxumayıb, yəni kino təhsili almayıb. Eyni ilə də Quentin Tarantino. Quentin Tarantinonun onsuz məşhur sözü var ki, mən film məktəbinə getməmişəm, mən çoxlu film izləmişəm. Ora gəlmək istəyirdim ki... Yəni odur da, məsələ sən çoxlu sənin maraqlandığın incəsənət növü nədirsə, ona bax. Və orada bəlkə də sənin tərzin yaranacaq. Sən çoxlu baxdıqca, mən ümumiyyətlə düşünürəm ki, yəni araşdırma, oxumaq, nə yazmaq, hər şeydə, yəni dinləmək. Əslində bunların hamısı təhsildir də, məsələ orasında. O da var, o indi bizdə təhsil. Yəni sən təhsil deyəndə hamı belə bir yönünü başa düşür. Mən çox qısa bu haqqda çünki çox danışmışıq və bundan başqa podkastlarda, müsahibələrdə də demişəm. Təhsil yəni o deyil, yəni mən getdim 4 il oxudum, diplomu aldım deyil. Çünki belə nümunələr çoxdur. Əzim Əzimzadənin özünü götür də. Yəni həmişə deyirik ki, öz-özünə təhsil alan rəssam olub. Yəni hansı emalatxanaya getməyə, bir masterın əlinə baxmaq, sən demiş, çoxlu kinoya baxmaq. Bunlar indi özdə informasiya o qədər çox genişdir ki, o qədər çox geniş yayılır ki, sən istənilən yəni tapa bilərsən. Ola bilərsən yəni və heç kim də şey eləməsin ki, mən çəkə bilmirəm. Ona görə mən də alınmır və
bunu tolerə eləməlisiniz də bunu. Məsələ çəkmək deyil, məsələ qəşəng çəkmək də deyil. Məsələ nə çəkimi, nə qoyduğundur, nə hissi qoyduğundur, nə bilim nə elədiyindir də yəni. Nə elədiyindir. Yəni sadəcə bir-iki detal dəyişdirib yeni əsər qoymaq olmur. Bir də ki mən çox qısa bunu da deyim. Mən həmişə oxuduğum, təhsil aldığım müddətlə mən ona görə demirəm. Başa düşürəm. Təhsil aldığım dövr, yəni daha 20-li yaşlarımdan söhbət gedirdi. Həmişə bu sözü eşitmişəm ki, məktəbdə də oxuyanda bu arada. Mən məsəl üçün belə bir şey eşidirdik ki, biz həmişə ki, kompozisiyanın 40%-ni dəyişsən artıq sənin sayılır. Belə bir şey var idi. Və şeydə ChatGPT-yə gəlməmişdə qalır. Bu yadıma düşdü, yazdım. Dedi ki, əslində belə bir rəsmi qayda yoxdur. Məncə qayda heç nə. Belə bir rəsmi yəni şey yoxdur da. Amma ki deyir, bilinən belədir ki, 40-50%-in falan dəyişsən müəyyən qədər artıq sənin hesabı olunur. Amma burada Loriteldə desə, insaf da dinin yarısıdır. O məndə olub. Olur, yəni hamıda olur. Məndə olub məsələn, məndə elə əsər olub ki, mən götürmüşəm həmən əsəri, amma üstündə işləmişəm də, yəni. İşləmirsən də, məsələ orasında. Bax, indi burada fonda bizim, sənin, mənim işlərim var. Deyək ki, sən mənim işimi götürüb, məsələn, o qızılı detallarımızı gümüşə eləsən, buludu götürüb, referans da, elə buludu götürüb ulduz eləsən, bu sənin için sayılmır axı da. Yəni, bu eynidir, obraz, eyni şey. Mövzu olaraq qalır. Bu səbəb da mən səni götürsəm, o qırmızı detalları eləsəm yaşıl, bu mənim işim sayılmır axı. 100%. Bu yenə amilin işidir, Ülker kopyalamış olur. O 100%. Məsələn, belə bir şey də var da, tarixdə bunun çox örnəyi var. Pablo Picasso'nun elə Las Mendas idi, səhv eləmirəmsə, elə bir əsəri var. O da məsələn başqa bir rəssamdan götürüb, amma öz üslubunda təbii ki işləyib yaradıb. Məsələn, Marcel Duchamp'ın Elaj OOQ əsəri. Referans məsələsinə toxunmaq istəyirsən deyirsən. Mənbə götürmək. Məsələn, adam baxır, onun üçün çox əladır və düşünür ki, orada necəsə reproduksiya eləyə bilər bunu. Hansısa şəkildə üzr istəyirəm. Yəni o yarada bilər və yaxud ayrı bir şey yarada bilər. Çəkilişin əvvəlində demişdik ki, hamı telefon səssiz mən demişdim səssiz alınmı? Bayaqdan mən. Yəni belə bir şey mümkündür. Şeyin özü də, yəni şeyin deyirəm, Pablo Picasso'nun özü də parafrazalar yaratmışdı da, o indi adını çəkdiyim əsərin eyni adlı əsərdir də, hansı ki, tarixdə bunun çox örnəyi var. Meninlərdən deyirsən də. Yəni, yes, mən onu demək istəyirəm ki, Velázquez'in Meninlər əsərindən götürülür reproduksiyasıdır. Yəni, bu başqa bir şeydir, amma bizim danışdığımız o başqa bir şey. Mən sən başa düşürəm nə edirsən. O tamam ayrıdır, o mən heç qəbul edə bilmirəm də o nümunələri. Çünki bizim yeri sektorda belə şeylər çoxdur, açığı kopyalayırlar və elə bilirlər biz yatmışıq, bizim xəbərimiz yoxdur. Bilmirəm, bəlkə xarici sektorda da var. Mən xarici sektorun içində olmadığım xarici sektorda çoxdur. Bizim indi art sektor güya nə qədər adam var, yəni belə fikirləşəndə. Sadəcə bu sosial şəbəkənin çox informasiyanın çox yayılması məsələsi bax burada bir tərəfdən müsbət rol oynayır. Nəyə görə? Çünki mən xarici bir rəssamdan nəsə götürürəmsə, mən məsəl üçün götürdüm, sən də görə bilərsən və deyirsən ki, bu Ülker paylaşmalı. Elə adamlar var, məsələn, bir qarışıqlıq yaranır da. Adamlar Indiana Jones kimi fikirləşir. Ən az tanınan Roy Lichtenstein adını çəkdim də, bayaq məsələn, ən az tanınan sənətçini görürlər, amma görürsən ki, həqiqətən o az tanınan sənətçi istedadlıdır. Adam gedir onun işini oğurlayır, özündən güya nəsə əlavə eləyir, amma hansı ki baxırıq ki, əsərin orijinalı ondan qat-qat yaxşıdır və bu daha önə çıxarılmalıdır səndən daha çox da, yəni sənin yaratdığın şeydən. Onda qısaca referans, yəni mənbə, hardansa mənbə götürməni haqqında danışsaq deyə bilərik ki, yəni sən onsuz da nədənsə ilhamlanırsan, nəsə görürsən, deyək ki, kimisə əsərini görürsən və orada müəyyən detallar səni çəkir və onu sən özünküləşdirirsən. Yəni çox böyük bir faiz təbii ki, yəni burada 20% dəyişdim məsələsi deyil də. Çox böyük bir faizini dəyişirsən və ora sən necə demə, əslində belə bir şey ola bilər də. Məsəl üçün deyək ki, mən oturan şəkildə bir adam çəkmək istəyirəm. Bu mənim ağlımdakı ideyaya uyğundur və mən o adamın necə oturduğunu baxıram ki, bu əsərdəki oturuş şəkli uyğundur. Onu götürüm, oradakı bütün detalları artıq özümküləşdirirəm də. Bu deməkdir. Mənim ekran şəklim belə, məsələn, mən belə bir şey istirdim, qoy dostlara da göstərim. Ekran şəklində şeydir, foto kimi. Mənim əsərimdir bu, dostlar. Mən bunu qoyarıq.
buna oxşar bir mənzərə istəyirdim. Mən bunu yaratmaq istəyirdim və buna oxşar bir şey tapdım və özümünkini, yəni öz üslubuma oxşar bir şey elədim. Yəni siz də əgər mənbələrə diqqət etsəz, özünüzünkini, öz üslubunuza oxşar bir şey yaratmaq istəsəz, yəni yarada bilməsəz, hansısa bir texniki çətinliyiniz olsa, yəni belə bir şey falan. Bəli, eləyə bilərsiniz. Yəni kopyalanan sənətçilərlə bağlı onu deyim ki, yəni if you don't have any shadows, yəni you're not standing in the light. Tərcüməsini altdan yazın. Hə, yəni mən belə fikirləşirəm ki, bəzən də yəni sənətçilər kopyalanmalıdır. Pis bir şeydir. Bəli, mən pis bir şeyi təbliğ eləmiş ola bilərəm, bəlkə də təbliğ eləmirəm, amma yəni o sənətçini daha çox məsələyə hansı aspektdən baxdığın önəmlidir. Məsələn, mən rəssam olaraq kopyalansam, bəlkə də fikir vermərəm. İngilis demiş don't care. Amma o məsələnin içində müəyyən bir şəkildə haqsızlığa uğramış olsam, bu mənə biraz qıcıqlanır. Maddi tərəfdən məsələn ola bilər ki, sən məsələn bu da var. Heç mən bunu düşünməmişdim. Məsələn, maddi sənin əsərini oğurlayır birə-bir. Sən qazanmırsan, o qazanır. Müəlliflik hüququ. Çünki axı biz sadəcə sosial şəbəkədə paylaşırıq. Biz bunu nə bilim, yəni sadəcə çəkirik, paylaşırıq və burada sən onu götürdün, sən qazandın. Müəlliflik hüququ onsuz da itir batır. 100%, amma məncə AI-in bir dənə yaxşı tərəfi olacaq ki, artıq sənətçilər üçün müəyyən bir filtr yaranacaq. O orijinallığı və kopyalanmağı ölçə biləcək. Məsələn, AI bunu eləyə biləcək məncə gələcək illərdə. Ümid edirəm, mən də ümid edirəm ki, yəni bir gün bu da olacaq. Belə. Bugünlük məncə bu qədər kifayət eləyir. Gələn bəsdir. Yəni bacardığımız qədər bir söhbət şəklində elədik. Yəni bütün fikirlərə də açığıq, bütün feedbacklərə, geri dönüşlərə. Yəni hardasa səhvimiz varsa, səhv bir şey deməmişiksə, çünki biz istədik çox uzun olmasın, biraz fikirlərimizi məhdudlaşdıra danışdıq. Çünki incəsənətlə mövzular haqqında danışsan gərək saatlarla oturasın. Bir də ki, danışmaq istədiyimiz məsələn elə komment gələ bilər ki, bu mövzuda da danışın. Onları da yaza bilərsiniz ki, bu mövzuları qabardın. Çünki bizim özümüz danışırıq burada ki, məsələn, müəyyən mövzular var ki, müəyyən şəkildə qabardılmır və biz onu məsələn kifayət qədər danışa bilərik, məsələn, hal-hazırdakı söhbətimizdə. Və yəni əslində danışmaq istəyən müasir sənətçi dostlarımızdan da kimsə qoşulmaq istərsə, bəzi mövzuları bir yerdə müzakirə eləyə bilərik məncə. Bugünlük bu qədər dostlar. Çox sağ olun izlədiyiniz üçün. Vaxtınızı sənətə və bizə ayırdığınız üçün, bu mövzuya, bu söhbətə ayırdığınız üçün çox sağ olun. Əmin olun ki, bu çox dəyərli bir şeydir. Hansı ki, necə deyim, günlük vaxtınızı bunlara ayırdığınız üçün, bizə ayırdığınız üçün çox sağ olun. Bu qədər. Təşəkkürlər.